Cənab nazir, biz artıq pandemiya dövründə məsafədən təhsilin bir nümunəsi ilə tanış olduq. Bax, bu uşaqları az olan məktəblərdə bu onlayn təhsilə keçidə necə baxırsınız? Yəni bu ola bilərmi? Bu var, planlarımızda var. Növbəti sentyabr ayından yəqin ki, bu məsələ də olacaq. Çünki yenə də biz ona səmərəlilik nöqteyi nəzərindən baxırıq ki, biraz da irəli gedib uşaqların daşınma xərci məsələsi nöqteyi nəzərindən və uşaqların rahatlığı nöqteyi nəzərindən ki, uşaq öz kənd yerindən, öz yaşadığı məntəqədən uzaqlaşmadan müəllimin distant təhsili mümkündürmü? Düşünürük ki, bu model mümkündür və bu model icra olunacaq. Amma bilirsiniz ki, müəyyən mənada bu icra olunanda mən həmişə qeyd edirəm, hər birinci ideya yaranır, sonra ideyanın hansısa bir icrası olur. İcranın ilkin mərhələlərində hansısa problemləri əmələ gəlir, sonra korreksiyalar edilir və o get-gedə yaxşılaşır və müəyyən mənada mükəmməlliyə doğru inkişaf edir və yaxud da həyatda qala bilmir və tarixin bir hissəsində. Yəni, heç də bütün təşəbbüslər həmişə uğurlu olmur. Bu da təbii prosesdir. Amma uzun sözün qısası, sualınızın cavabı olaraq bu model gündəmdədir və düşünürəm ki, növbəti tədris ilindən belə bir pilot modellərin də tətbiqi olacaq ki, uşaqları daşımadan, onların, belə deyək, və dünyanın bir çox yerlərində də tətbiq olunur bu model. Tətbiq olunacaq. Çox yaxşı xəbər odur ki, artıq bizim bir çox yaşayış, demək olar bütün yaşayış məntəqələrimizdə fiberoptik internetimiz var məktəblərdə və eyni zamanda da avadanlıqlarla da, müvafiq avadanlıqlarla təchizat problemini həll etsək ki, inanırıq ki, həll edəcəyik növbəti təqvim ilində və sentyabr ayından artıq növbəti tədrisindən belə modelin tətbiqini planlaşdırırıq.